Xoşbaxt olmaq üçün hər şeyin olmalıdır. Həm elmin, həm bacarığın, həm də talant. Biz Rus məktəbində qutaran adam nətər danışır? Bizim filminə, Azərbaycan televiziyasının filminə, hakim filminə görə tamamilə FIFA dəyişdi. İndiyənə kimi bütün konferanslar bizim filmdən başlayır. Bizi heç kana aparmadılar. Person non grata eləmişdilər. Görsədən kimi bizi dedilər ki, xudahafiz. İkinci filmə baxmadılar, qovladılar. Mənim avtoritetim bir daha da qaldı. Salam əziz izləyicilər, Bizimkilər proqramında xoş gördük. Həm söhbətin kino rejissor, əməkdar incəsənət xadimi, professor Oktay Babazadədir. İnanıram ki, söhbətimiz maraqlı olacaq, bizimlə qalın. Salam Oktay müəllim, xoş gördük. Hər vaxtınız xeyir. Nə var, nə yox, necəsiz? Hazırda bilirəm təqaüddəsiniz, amma sənətkar üçün təqaüd yoxdur da. Ya baxmayın, var. Var? Elə şeylər var ki, adam istəyir onu eləsin, kino çəkmək, nə biləm falan. Ancaq həyat elə gətirir ki, məcbursun. Mənim də indiki vaxtım çox məhduddur. Ömür boyu işləmişəm, indi isə işləmirəm, təqaüddəyəm, ancaq qutara bilmirəm işlərdə. Maşallah. Allah ömür versin, siz artıq 80 yaşı arkada qoymuşsunuz. Ötən il sizin 80 yaşınız tamam oldu. Və bu ömrünüzün təqribən 3/4-ünü aktiv şəkildə, fəal şəkildə indi bizim Azərbaycan Teleradio Verişləri Qapalı Səhmdar Cəmiyyəti adlanan bir vaxt siz buraya işə düzələndə Dövlət Teleradio Komitəsi adlanırdı. 1959-cu ildə əmək fəaliyyətinə başlamışsınız. Orta məktəbi bitirəndən sonra dilə bütün yolları keçmişsiniz. Bütün hamısının etapları keçmişəm, köməkçi, işə qəbul olmuşam. Sonra asistent, sonra 3-cü kateqoriya rejissor, sonra 2-ci kateqoriya rejissor, 1-ci kateqoriya rejissor, televiziya rejissoru, kino rejissor və ali dərəcəli kino rejissor. İncəsənət Universitetində müəllim, baş müəllim, doçent, professor, kafedra müdürü. Mənim bir dənə də adım var, Lütfüzadə adına. Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi özü. Xoşbaxt olmaq üçün hər şeyin olmalıdır. Həm elmin, həm bacarığın, həm də talant. Mən anadan olmuşam, 2 yaşımda atamı itirmişim. Məni valideynlərim həm bibim, həm də anam böyüdüblər. Qardaşım 10 yaş böyüydü, qızıl medala tutarmışdı məktəbi, institutu. Bacım isə gümüş medala tutarmışdı. Onlar mənim təhsilimlə ciddi məşğul olurdu. Mən çox məşğul olurdum. Bütün günü skripka çalırdım, piyano çalırdım, nə bilim falan. Ancaq sonra məndə ürək xəstəliyi tapdılar. Mənim arzum var idi. Arzum da nədən ibarət idi? Kino institutuna Moskvaya getmək. Bilirdim ki, 2 illik staj lazımdır. Ona görə mən özümü verdim televiziyaya. Sağ olsunlar, kömək eləyənlər də, qəbul eləyənlər də. Teymur Əliyev var idi, bizim sədrimiz. Onun qəbulunda 4 saat yarım məndən söhbət elədi. Və dedi ki, əsas nədən gedir söhbət? Dünya ədəbiyyatından. Deyir ki, çox yaxşıdır.
Ancaq sən Azərbaycan dilində pis danışırsan. Biz Rus məktəbində qutaran adam nətər danışır? Dedi, bəs Azərbaycan dilini bilirsən, dilim bilirəm, danışarım. Fikrini ifadə edə bilərsən, dedim, ifadə edə bilər. İfadə edə bildi. Ancaq ədəbiyyatın, Azərbaycan ədəbiyyatının sirlərini mən universitetə dərs deyəndə mən dərk elədim ki, mən onu bilmirəm. Cəfər Cabbarlıdan da Cəlil Məmmədquluzadəni biz uşaqlara örgədə dramaturgiyanı mən özüm örgənməyə başladım. Və ondan sonra məndə əsas kitablar hamısı Azərbaycan dilində. Mənim atam dilçi idi. Azərbaycan dilçilik məktəbinin əsaslarından qoyanlar, Allah rəhmət etsin, oydu. Mən onu görməmişim, 2 yaşında vəfat eləmişdi. 41-də mən anlamışam, 43-də vəfat eləmişdi. Ancaq o 18 dil bilirdi. O mənə keçməyib. O keçib mənim oğluma və mənim nəvələrimə. İngilisdir, fransızdır və s. Onların çoxsunu bilirlər. Gəldim də 3-4 dil bilirdi. Məktəbdə oxuyanda foto ilə məşğul olurdum. İngilis dilini öyrənməyə əvəzdə gedirdim laboratoriyada foto eləyirdi. Bibim ailənin böyüyü oydu. O söhbəti açdı ki, belə deyəsən, haçan gələcəksən, girirsən, hara istəyirsən, sonra gedərsən Moskva. Məktəbi qutaranda ən xoşuma gəlməyən predmet kimya idi. Kimya. Dedim, oxuyursunuz, bax, kimyaya girəcəm. Dedilər, əşi yoxdur, sənin ən xoşuma gəlməyən predmet. Dedim, ona görə girəcəm. Oxudum, elə oxudum ki, oxumasaydım ondan yaxşı idi. Kimyanı mən istəmirdim. Ancaq kimya mənə çox kömək elədi ali məktəbdə, Leningradda oxuyanda. Çünki teatr institutu, sonra onu elədilər kino institutu və sonra da musiqi. Adı gedirdi teatr, kino, muziki, kinematografi. Bizdə də həmən teatrda söhbət dərs deyən bizim universitetdə professor idi. O bizə dərs deyirdi. Mən vuruldum kimya, 4-cü, 5-ci kursda. Vuruldum kimya nəyə görə? Teatrdan elə şeylər danışırdı ki. Sonra mən Leningradda oxuyanda, müəllimə deyəndə, deyir, hardan sən bilirsən? Deyirəm, 2-ci institutda. Ha, deyirəm, yaxşı müəllimlərim, doğrudan da çox yaxşı müəllimlər. Bakı Dövlət Universitetinin Kimya fakültəsini qutardım. Ancaq lazım olan vaxtı Leningradda demək olar ki, faktiki müəllim dediklərinin hamısını mən bilirdim. Və o da sual verirdi, cavab. Ondan da ləzzət edirdi ki, məndən sual-cavab. Kursumuzda bütün Qazaxıstandan Gürcülər, nə bilim, Ukrayna, Belarusiya, bütün SSR-də yığışmışdı bizim kursa. Hamısı. Ondan sonra, o predmetdən sonra teatrda olan bəzi şeyləri, kimya, nə bilim, şama yandırmaq, nə bilim falan, alov ola bilər. Ona görə onları nə etmək lazımdır və neydi. Ondan söhbət eləyəndə kursun, mənim avtoritetim kursda bir daha da qaldı. Belə deyil, sonra da mən instituta girəndə SSR kinematografiyanın üzvüydü. İttifaqın üzvü. 72-ci ildə məni qəbul edilər. 74-də mən instituta girdim. Elə mən o məsələyə toxunacaqdım ki, siz bir növ zorən kimyanı bitirdiniz, evdəkilərin xatirinə, bunların sözü yerə düşməsin. Həm də sübut eləyəsiniz ki, mən ali təhsil ala bilirəm, gücüm var, qətiyyətim var. Amma bütün o illərdə televiziyada çalışdınız və 74-cü ildə indiki o Sankt-Peterburg, o Bakı, Leningrad, teatr, musiqi və kinematografiya institutuna gedəndə artıq puxtələşmiş rejissorunuz. Sizin neçə filminiz var idi? O vaxtı mən laureat idim. Bəli, deyəcəyim, siz onda o Tofiq Bəhramovla bağlı filmdə Tofiq Bəhramov, Ələkbər Məmmədov və s. 5-6 dənə festivali Grand Prix artıq siz tanının rejissoruydunuz. Bəli.
Amma təbii ki, indi tədrisin köməyi var, təsiri var insanın formalaşmağına. İndi bəzən deyirlər. Mən sizə deyim ki, bunun da Allah rəhmət etsin. Xüsusən o məktəb güclü məktəb. Bəli, çox güclüdür. Leningrad Avropada ən böyük teatr institutu Leningrad idi. Düzdür, xat da var idi, nə bilim, o da var idi. Ancaq tədris bizim institutda çox güclüydü. Bir dənə mən girdim institutda. 11 nəfəri kəsildi. Bir dənə, bəli, Mirzəyev var, rejissor, ASTV-də, telefilmdə. Onunla girdi. Ancaq onun iş yeri yox idi. Garantiya pismo deyirlər. Ki biz bütün zəmanət veririk ki, biz onun kurs işlərini öz boynumuza götürürük. Bakıda o kurs onda yox idi. O əskərliyə getdi. Əskərlikdən sonra işə qəbul olundu. Siz deməli üst-üstə təqribən 150 bədii, sənətli, musiqi... 100-dən çox. Belə də. Çünki mən çoxsunu itirmişəm. Filmotekada da bizdə, televiziyada filmoteka vardı, hamısını yazır. Filmotekamız bizim bir-iki dəfə yanıb. Bəzi səbəbləri bizim arxivimiz yandı ki, tapılmasın. Çox filmi tapa bilmədim. Ancaq ilk Azərbaycan televiziyasının tarixində İttifaq festivallərində və ondan da başqa yeganə mənəm Azərbaycanda Kan festivalında Smotr keçidləri sənədli filmi. Mənim Toğrul haqqında film Melodiya Klasik. Rəhmətlərin ahəngi. Rəhmətli rəssam Toğrul Nərmanbəyev haqqında. O, məsələn, düşdü festivalə Kana. Festivalə düşəndən sonra SSR-dən o festivalə Smotr deyirlər, baxış. 2 dənə film düşmüşdü. Biri mənim filmi idi, ikinci də çox original çəkilmişdi. Leningraddan bir dənə xanım idi. В двух шагах от Ленина. Claude Lelouch bizi qonaq çağırdılar, filmləri görsətdilər, özlərini, tələbə filmlərini. Sonra biz birinci filmdə Lenin'la idi, ona görə birinci filmi görsətdik. Görsədən kimi bizi dedilər ki, xudahafiz. Biz oradan bankete getməliydik, qəbullar olmalıdır. Bizə dedilər, xudahafiz. Çünki nəyə görə? Həmən illi mən 83-də getdim. Həmən filmlə, Melodiya Klasikdən. Renklərin ahəngi adlanır Azərbaycan dilində. Toğrul haqqında birinci filmi. İkinci filmə baxmadılar, qovladılar. O vaxtda da Fransa ilə SSR-nin arasında diplomatik işlər yaxşı getmədi. Bizdən 45 nəfər Sovet adamları person non grata eləmişdilər. Həmən qədər də Fransadan. İş orasındadır ki, biz Fransaya gedəndə 3-4 dənə indi filmin tarixat keçirər. 3-4 dənə qrupanı bir yerə elədilər və o qrupa da 30 dəfər, məsələn, festival başlayırdı 3-də. 3-də bir qrupa gedirdi, 5-də o birisi, 7-si, o birisi, 9-u, 10-u. Orada da Tarkovskinin filmi Grand Prix aldı. Biz geldik, bizi heç Kana aparmadılar. Britanya deyirlər, Azərbaycanda məsələn, Sovetdə, Soçidə festival keçir. Bizi apardılar Leningrada. Mən də istədim getməyəm. Çünki xaricdə çox olmuşdum o vaxta qədər. 83-cü ilə qədər, 1983-cü. Çox festivallarda olmuşdum. Sonra müsəlmandıq da biz. O qədər vedrə bağlayacaqdı. Ay qoymadılar, nədir falan veşməkə. Ona görə dedim ki, hər şey Kan olmasın, Britanya olsun. Çünki o tərəfə turistlər hamısı gedir cənubə, Kana. Britanya getmir.
Ben Fransa'da ondan sonra Lütfüzade filmine göre bir 25-30 defa olmuşum. Fransa'da. Ümumiyyətlə bizim Lütfüzade'nin o Nişotka, Logika, qeyri-səlismən haqqında festival, konferanslar geçirdi. Ondan göre de belə eləyirlər ki, Azərbaycandan gələn alimlər heç olsa geçsilər Hollandiyaya, Fransa'dan başlayır, Almanya vs. Bütün Avrupa'nın şəhərlərində konferans geçirdi, Azerbaycanlılar getirdi ve Lütfüzade gelirdi. Bizi de icazə verdiler ki biz de gidelim. Demək olar ki Fransa'nın o baxmayaraq ki o vaxtı Britanya getdi. Ondan sonra ikinci dəfə Britanya getməmişim. Britanya o məhəllədir, o Baltika dənizinin ətrafındadır. Gözəl Şveçlə, Norvegiya, Hollandiyanın sahilləridir. Çox gözəl bir yerlərdir. Oktay müəllim, siz rəhmətli Toğrul müəllimlə bağlı, Toğrul Nəriman bəylə bağlı bir neçə dəfə film çəkmisiniz. İdman futbola aid filmləriniz var, o cümlədən rəhmətli Tofiq Bəhramova hakim həsr olmuş filminiz var. Lütfüzadədən danışdınız, o da sizin biləm yarazınıza özünüzün həmişə qeyd elədiyiniz filmlərdən biridir. Özünüzə də çox maraqlı olan bir mövzudur deyə. Uzaq, yaxın Lütfüzadə. Arxadan olar başlayaq. Uzaq və yaxın Lütfüzadə filmi. Yox, mən o barədə bir keçid eləmək istedim ki, və siz yaradıcınızda yalnız filmlər çəkməklə kifayətlənməmisiniz. Bu son illərdə xüsusən özünüzü bir qələmlə də sınağa çəkmişsiniz. Lütfüzadədən film çəkiləndən sonra deməli 98-ci ildə bu çəkildi. İndiyənə kimi bütün konferanslar bizim filmdən başlayır. Ben bizim deyirəm çünki burada çox adamın əziyyəti var. Çox əziyyət çəkdik. Çünki həm pul vəsaiti, Sovet dağılmışdı. Azərbaycan hələ neftdən gələn pullar yox idi. Çox bərbad haldaydı. O adamlar ki bizə kömək elədi, biz də kino bilirsiniz də, rejissor, operator olmasa çəkmək olmur. Ona görə rejissor, operator bir ssenari müəllifi, rəhmətli Möhbəttin Səməd ssenari müəllifi idi. O filmdə 2 il qaldı. Çəkilişə getdik. Sonra isə bizə icazə vermədilər montajı qutaraq. 2 ildən sonra 96'da getdik, 98'de bizə icazə verdilər. Allah rəhmət etsin. Gene Qeydər Əliyev olmasaydı belki de getmeyecek. Onun icazəsindən. Və onun icazəsi olmasa Batakam kamerası bizdən getməyəcəkdi. Panasonic'dan gedəcəkdi. Batakamı görəndə deyirlər ki, bunlar samballı bir çəkiliş qrupudur. Çox böyük əziyyət çəkdik. Bunu başladım. Keçim birinci filmi. Birinci filmim mənim Kaverçkin belə bir neftçi var idi. Giroy Soslu'da, Nəvdə. Bu rəhmətə gedəndən sonra ki, Vışqa boğuldular, tufana düşdülər, Nəvdə. Bizə gəldi ki, çəkmək lazımdır. Mənə təklif elədilər. Mən o dəqiqə dedim, hə. Gecə gündüz hazırlaşdım və o vaxtı tanış oldum Karmenlə və Cavanşir Məmmədov. Cavanşir Məmmədovun da asistenti Allah rəhmət etsin, Aydın Axundov idi. Cavanşir Məmmədov, bu da tarixdir, ona görə istəyirəm bunu da söyləyəm. Karmen oturdu montaja Moskvada. Cavanşir Məmmədov Aydınla Bakıda. Gedirlər, tufan çəkməliydilər. Deməli, bu Moskva telegrama verirdi ki, tufan görünmür, nə bilim falan. Ona görə bir də çəkin. Bir də çəkirdilər. Çəkirdilər, o telegramları bu saxlayıb. Karmen olmasaydı, bizim film fevralda, əgər proyevka çıxsa, bir ayda lazımdır onu montaj eləmək. Bir də
Tofiq Bəhramovdan filmindən Hakim adlanırdı film. Dünya çempionatı gedir, 66-cı il. Tofiq Bəhramov da orada hakimlərin içindeydi ve İngiltere'nin kraliçası ona kızıl fit vermişti. Sonra üstünden evvel texnika bizde ele döydü. Ve sonra ele oldu ki benim filmim düştü İngiltere'ye. Ve orada hemen o 3. gol 2 oldu. Ona göre elave vaxt verdi. Onda ben onu rapid eləmişdim. O vaxtda hələ televiziyada rapid yox idi. Orada baxıblar ve görüblər ki, həm setka qalxır düşür, həm də top yerə dəyir. Sonra çıxır. O filmə görə sonra qapıları elədilər belə ki, top girəndə burada geçsin, qayıtmasın. O vaxtı qapı belə idi, ona görə top girəndə bura getmirdi. Ondan sonra onu icad elədilər, FIFA kabul elədi və ondan sonra qapılar dəyişdi. Bunu da demək istəyirəm ki, bizim filmində, Azərbaycan televiziyasının filminə, Hakim filminə görə tamamilə FIFA dəyişdi. Siz bir neçə kitabın da müəllifisiniz. Yəni son illər qeyd etdiyim kimi demək olar özünüzü qələmlə sınayırsınız. Çox uğurlu dağılır. İndi elə sonda soruşmaq istəyirdim ki, hazırda nə üzərində işləyirsiniz? Yenə də gərək ki, nəsə yazırsınız. Deyirsiniz, indi 5 dənə kitabım çıxır. Bunlar hamısı kinoya, televiziyaya, nəzər məsələlər. İndi onu görsədərəm, baxarsınız. İş orasındadır ki, birinci mənim kitabımı Cəmil Quliyev, Elşad Quliyevin oğlu, təzə cavan oğlan idi. Hamımız belə bir qərara gəldik ki, kafedra müdürü cavan adam olsun. Çünki biz çəkirdik, orada, burada çəkiş mənim üçün çox önəmlidir. Kafedra müdürü deyir ki, rəssam təsvir haqqında heç bir şey yoxdur. Nətər çəkirlər, nətər olur, falan. Xahiş edirəm Oktay müəllim. Bir də bizə rəssamlıq haqqında bir dənə kitab yazdım. Fikirləşdim ki, deyirəm, mən ömrümdə kitab yazmamışam, falan. Proses deyirlər, kino da prosesdir də, hardan hara gəlməz. Kitab da həmən prosesdir. Ona görə onu bilmək lazımdır. Həmən bu kitabı, birinci təsvir və səs olan kitabım mənim, onu prosesində yazmaqla mənə elə ləzzət elədi. Ondan sonra ikinci oldu. Hər şey önəmlidir. Aktörün da oyunu, operatorun dəyişi, bir dənə balaca səhv, bütün əhvalatı dəyişir. İkinci mənim kitabım oldu. Televiziyada və kinoda montaj. Üçüncü kitabım gene Cəmil Quliyevin səbəbində yazmalı oldum. Ekranda səs, əvvəl televiziyada və kinoda səs, onu da sonra düzəltdik ki, ekranda səs. Çünki o ikisi də bir sistemdir. Ondan sonra mən ekranda söz kitabım çıxdı. Axırıncı da aktyor sənətindən, bəlkə sənədli filmdə o qədər lazım olmur. Ancaq çox böyük, önəmlidir bu aktyor işi. Bu kitabı yazdım ki, birinci, ikinci kursda biz aktyor sənəti keçirik. İnstituta girəndə, məsələn, 5 dənə adamla sən gərək epizod qurasan, onun əvvəli axırı olsun və özün o aktyor kimi o 5 dənə səhifədə bir dəfə rejissor olursan, 5 dəfə aktyor olursan, 5 nəfərin üçün. Ona görə bu predmeti bilmək üçün instituta girəndə də lazım olur. Təzə institutdan qutarandan sonra da hamı o dəqiqə rejissor olmur. Düzdür, hamının adı rejissordur, ancaq rejissor olmaq üçün hələ çox böyük bir şey yetməzdir. Axırıncı kitabımda
aktör sənətində rejissuradan xatırlayarkən adını qoydum. İndi deyirsiniz ki, kompüter buradadır, nəyə görə? Rejissor həmişə aktyorla istəyir. Ancaq çəkən kimdir? Operatordur. Mənim heç olmasa bir 10-15 dənə operatordan işləmişəm. Hərəsinin öz nazı var, stili var. Nəriman Çıxaliyev çox böyük operator idi. Allah rəhmət etsin, bu yaxınlarda rəhmətə getdi. Aynur Safiyeva haqqında filmi çəkəndə işığı qururdu, nə bilim falan beşməyə. Gəlirdi, orada da icazə verirlər yarışın dəyərini biləndə dünya çempionatıyla rayon birinciliğinden tamamıyla başka bir sistemler. Orada 20 saniye, 10 saniye icazı verilir. Burada 1 dakika da çekmiyorlar. Nəriman Çıxaliyev beynəlxalq yarışdı. Nəriman Çıxaliyev kameranın qoranına, işığını, qürurunu falan. Nəriman çəkdi. Yox, hələ hazırlaşır. Ay Nəriman belə filmlərdə çəkə bilməz. Onu götürmüşdü ki, şamatıqlar astar çək, hardan istəyirsən çək, falan. Bir de var ki, knopkanın başmağından kamera gedir. Nəriman Çıxaliyev rəssamla, skulptorla yaxşı işləyə bilər. Ancaq yarış idmandan özdə məsələn deyir. İdmanın elə növləri var ki, orada kameranı qurdun, axıra qədər çəkə bilər. Aydın Axundovdan bir 15 film çəkmişdim. Aydın sonra Moskvaya köçtü. Aydın Axundov. Hemen Cavanşir'in tələbəsi. Cavanşir Məmmədov, laureatlı enstitüsü. Onun tələbəsiydi. Biz dil tapmışıq. Həmişə otururduq. Ya bu otaqda, ya ayrı otaqda. Bütün filmin gedişini, rejissor ssenarisini işləyirdi. O özündən məşğul olurdu. Öz kamerasından, asistentlərdən, işıqlardan. Mən həmən Güroyla məsələn. Elə də olur ki, mən bir filmi 2 dəfə çəkməli olmuşum. Məsələn, Şamaxı Observatoriyasından film çəkirdik. Çəkdik, gətirdik, verdik laboratoriya. Kiminsə dediyinə görə film doğrudan çox gözəl idi. Başlıdan ayağa çəkmişdi. Hamısı bırak oldu. Tragediyadır. Yani belə 2 dənə filmdə belə bir hadis olub. Bunu da keçmək lazımdır. Çok maraqlıdır. Teşekkür ederim ki bugün bize vaxt ayırdınız, dikkat gösterdiniz, bu kadar xatirələri bölüşdünüz ve hayatınızın en yadda kalan anları ilə bağlı belki de əksəriyyətini birinci dəfə bizim için söylədiniz. İnanıram ki inşallah bundan sonra da hələ yaradıcılığınız devam edəcək. Hələ qarşıda yəqin ki filmlərdə durur, filmlərdə çəkəcəksiniz və kitablarda. Misal, bir dənə də əlavəm var. Bizim xalqın, əskərlərin, zabitlərin və baş komandanımızın səbəbinə 44 günlük müharibəni biz budduq. Canımızda, ürəyimizdə bu qalmışdı. Mən bilmirdim ki, mən bunun gününü görəcəm, görməyəcəm. Açığı deyirəm. Deyirəm, həm fərəhlənirəm, həm göz yaşları tökürəm. Çünki bilmirdim ki, biz buna qadirik və bizim əskərlər, başda İlham Əliyev olmaqla, bizim prezidentimiz, Qalnakomandoyçi sərgərdə, həm də şanı almaq. Bütün dünya başa düşür ki, biz doğrudan da bıçaqla, qolla, güclə, tapancı ilə biz o müharibəni udmuşuq. Çox şadam ki, mən bu günləri gördüm. İndi Ukraynaya baxıram, istər-istəməz, gözlərimdən yaş gedir, istəmirəm, özümü toxtuyuram, nə bilim falan. Bizim öz müharibəmiz var idi. Onda ölürdük, hər gün gözləyirdik ki, təzə xəbər, kənd alındı, rayon alındı və s. Xoşbaxtlığımı mən bölmək istəyirəm. Çünki mən Gəncəliyəm.
ancaq Azərbaycanlıyam əsasən. Gəncəni, Qarabağda müharibə gedir, Gəncəni vurdular. O evdə mənim dayım qızının evinin ətrafında olmaq. Xoşbaxtlıqdan dəymir. Bunu deməmək olmaz. İnşallah ki, ümid edirik Ukrayna misalında tezində bu haqq mübarizəsi sonra başa çatar xalqın, bu ölkənin qələbəsi ilə və sizə də tək sizə yox, hamımıza daim belə ancaq seviş göz yaşları nəsib olsun. Amin. Nəysə bir qələbəni görək, eşidək, bundan fərəhlənək, bundan təsirlənək, gözümüzdən yaşansın. Hər halda ümid edirik ki, görürük inşallah. Teşekkür edirik bir daha görüşürüz. Var olun. Allah ömür versin. Çox sağ olun. Əziz izləyicilər, elə daha bir söhbətimiz sona yetdi. Ümidvaram ki, maraqlı oldu, hoşunuza gəldi. Verilişlərimizə baxmağı, bəyənməyi, fikir və təkliflərinizi yazmağı unutmayın. Sağ olun, Allah'a emanet olun.